Eyüp salam. Salam öyle. Mən Ayxan, mənə tanıdın. Ayxan? Aha. Ayxan. Nə Ayxan qaqa? Yadımdan çıxmıyor. Adım Ayxan idi. Sizdən mən Redmi 13 almışdım. Qara rəngli. Bu qədər manatı sən hardan yığmışsan? Kassamdan yapmışam. Halal olsun. Nə qədər pulun var? 355 manat. Qaqaş, tanıdım səni. İndi mən səndən Note 13 Pro Plus istəyirəm. Note 13 Pro Plus? Sənin pulun var ki, yəni? Hə, var. Ki yenə xırda yığmışam. O telefondur, sənə verdiyimdir. Baxım, sən nə qəşəng sərgəli işlətmişsən bunu. Aha, hə. Əməlli başlı pulun. Bunu da yenə yığıb gətirmişsən. Manatlıq nədir? Elə bir üzdən gətirirsən. Şəvqi, Note 13 Pro Plus ver oradan. Note 13 Pro Plus qaqa, bu 12 512 yaddaşdır. 5G iləndir. Bütün rənglər nə rəngin istəyirsən? Qara. Elə qaradır kakras. Rəsmi zəmanəti ilə də bunu sənə necə vermişəmsə, bu da elə həmçinin. Tamam. Öz telefonundan nə vaxt yenə bezli Note 13 Pro Plus-a gətir mənə saf baha qiymətə, üstün düzəldək, sənə başqa bir şey verək. Bir də nəzərinizə çatdıram, hörmətli izləyicilər, belə kadrda gedir. Köhnə telefonlarınız varsa sındırmağa ehtiyac yoxdur. Səliqəli şəkildə, korobkasının falan nəyi var, hamısını götürün, yaxınlaşın mağazaya, baxaq, yoxlayaq, qiymət deyək. Bu gözəl telefonlardan əldə edin. Üstündə də indi biraz pul verməli olursunuz, o heç. Ünvanı bilirsiniz. Nizami metrosundan çıxanda sağda keyfisi var. 30 metr aşağı Infinix Live Telekom. Ayxan, xeyirli olsun. Çox sağ olun. Yaxınlaş mağazaya əldə edin. Plus da nəzərinizə çatdırıram ki, Azərbaycanın bütün bölgələrinə çatdırılma var. Sizə gəlin əldə edin. Qəşəng. Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir. Yol tarifini sizə göstərim. Baxın, Nizami metrosundan çıxdın, deməli sağda Nizami Mol var. Bu arada Nizami metrosunun cəmi bir dənə çıxışı var. Baxın, göstərirəm videoda da Nizami metrosu və Nizami Mol. Nizami Molun qabağından durduq, sol tərəfdən aşağıya yol gedir. Belə deyim, Lori dildə 5 mərtəbə tərəfə gedən yol. Sol tərəfdə Sosial Müdafiə Nazirliyidir, yolu keçirik. Qırmızıya düşürük deyə qaçırıq burada. Yolu keçəndən sonra görəcəksiniz. Bax, bu birbaşa yol, bax, yenə göstərirəm. Nazirlikdir, Azad Qadın heykəlidir. Düşmüşük burada dayının arxasıca. Deməli, bax, sol tərəfi göstərirəm. Azad Qadın heykəlidir. Buradan da düşürük bizim mağazamıza tərəf. Baxın, göstərirəm. Bax, Connect internet şəbəkəsi olan Azad Qadın heykəli və Nizami Mol Ticarət Mərkəzinin ikinci giriş qapısı. Göstərirəm burada da. Və gəldik, çatdıq ünvanımıza. Cəmi 1 dəqiqəlik məsafədə Infinix Live Telekom. Gəldin, elə çox uzaqda deyil. Cəmi 1 dəqiqəlik məsafədədir. Yeni yol ünvanımız.